İşte ben dua ettim. İnşallah Türk'ün şanlı bayrağını Qarabağda asacağız. İnşallah. Turan'da asmışıq zaten. Yaşasın dünyaya düzen veren. Tarixdə türksüz, mən hər zaman deyirəm, bu dünyada türksüz tarix yazılmaz. Yazılmamışdır. Yazılmayacaqdır da inşallah. Allah bizim millətimizi var eləsin. Və təbii, hər zaman da deyirik, bizim millətimizin, toprağımızın sabitliyi uğruna canını fəda edənlər də 15 Temmuzda vardı. Biz Azərbaycanda o gecəni mən heç unutmuram, yatmadıq sabaha qədər. Çünki bu coğrafiyada Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir. Kərkükün